Zöhrab Əliyev yazır, salamün aleykum. Qardaşlar, gənclərə nə tövsiyə edərdiniz evliliyi haqqında? Yəni, nə deyək, evlənin deyə o istəyir. Allah, gənclərə deyərdim ki, evlənmək gözəldir, yaxşı bir nemətdir, aramlıqdır, ruhi aramlıqdır. Allahın sevdiyi bəndələr adətən hədislərə bax, söz deyir, ailə quran insanları daha çox, demirəm, ailə qurmayanları sevmir. Məsələn, deyir, subayın ibadəti ilə evlinin ibadətində fərq qoyur Allah, deyir, 11-ci ibadət daha çox üstündür və s. Onun səbəbləri var da, imanlı insanlarla ailə qurun. Yəni, o kəslər ki, sizi başa düşürlər, belə deyək, bir xanımda bir neçə xüsusiyyət var ki, o olsa demək olar ki, ailə qurmağa deyər. Qənaətçildir, itaət ruhiyyəsi var, rüşdün. Yəni, xanım var, məsələn, onun üçün hər şeydən öndə prioritet onun üçün karyerasıdır. O, ailəni dağıdar sabah. Yəni, mənim üçün əsas bu karyeradır. Bunlara baxmaq lazımdır. Onun üçün prioritet mövzular ümumiyyətlə nələrdir. Və yaxud, məsələn, belə deyək də... Deyincən deyil. Bu kişiyə də aiddir, deyincənlik. Bəzi kişilər, bəzi qadınlara vurur keçir bəzi vaxtlar. O da siz deyək kimi deyincən deyil. Deyincən deyil. Yəni, bir-birlərini başa düşürlər ən azından. Yəni, anlayışlıdırlar. Hirslənсələr də belə bir-birlərini sonra bir yerə ortaq məxrəcə gələ bilirlər. Kinli deyil. Adam var, görsən, o illərin kinini saxlayan insanlar var həyatda. Belə də, mən ailə haqqında inşallah bir kitab nəsib olsun, yəni ki, yekunlaşıb çıxmalıdır. Yəni, mən qutarmışam, redaktə olunur. Çox gözəl, çox yaxşı. İnşallah.